Bilirsiniz bu nədir? Bu insanın vəzifəyə təyin olunandan sonra ətrafıdır. Ta ki bir insan yüksək bir vəzifəyə təyin olunur. İcra hakimiyyəti, bilmirəm, nazir və s. və s. Və onu o zaman, onu heç bəlkə də adam saymayan, xatırlamayan insanlar başlayırlar xatırlamağa. İlk öncə qohumlar, sonra həyat yoldaşının qohumları, sonra qonşular, qrup yoldaşları, sinif dostları, uşaqlıq dostları, tanışlar, biznes dostları, moykada çay içən insanlar və belə formalaşır bir mövzu və insanlar başlayırlar bu insana müraciət eləmək. İşə düzəlt, balamı düzəlt, orada kömək elə, burada kömək elə və eyni zamanda o insana çatırlar və insan başlayır onu düzəltmək, bunu düzəltmək. Axırda da olur ki, onun ətrafı hamısı tanışlardır, qohumlardır, dayı oğludur, bacanaqdır, bibi oğludur. Bax belə. Bu dünyada hər yerdə var. Dünyaya hara baxsanız belədir. Bu tək prezident və yaxud baş nazir vəzifəsindən getmir söhbət. Sadə jet müdiri olan kimi adam, jetdə, bilmirəm, hansısa xidmətdə, kommunalda o moment o insanı başlayırlar xatırlamağa. Siz baxın, siz vəzifədə olmayanda, siz sadə bir işdə çalışanda sizə o qədər xatırlamırlar. Nə sinif yoldaşları, nə universitet yoldaşları, nə keçmişlər, heç kim sizə nə zəng edir, nə yazır. Amma siz yüksəyə gedəndə, bilirsiniz, elə skeletlər çıxırlar sizin şkafınızdan. Heç yadınızdan çıxan insanlar deyirlər, ay əzizim, ay canım. Həyat belədir. Təəssüflər olsun. Kim gəlsə, kim dəyişsə, kim getsə, forma eyni qalacaq. Və mən də, siz də, bəli, siz də elə olacaqsınız. Deyirsiniz, yox, sabah siz gəldiniz bir vəzifəyə, sizin yoldaşınızın qohumları, əzizlər, dostlar, keçmişlər zəng eləməyəcəklər, kiməsə kömək eləməyəcəksiniz, kimisə qəbul eləməyəcəksiniz. Yaxşı, birinə, ikisinə dediniz, sağ ol, vaxtım yoxdur, yoxam, ölkədə deyiləm. O birlər, yoldaşınız evdə deyər, balavız deyər, kürəkəniniz deyər. Bu həyatdır, reallıqdır. Bax, belə.